Allergiyam yox idi, amma indi allergiyadan əziyyət çəkirəm. Əksər insanlar bu sualı verir. Bəs bunun səbəbi nədir? Allergiya insan orqanizminə daxil olmuş, istəyir hava yolu ilə, istəyir qida vasitəsilə, istəyir dəri təması vasitəsilə daxil olmuş hər hansı bir maddənin orqanizm tərəfindən tanınmamasıdır. Tanınmadığı üçün də ona allergik reaksiya verir orqanizm. Allergiyanı belə izah edək. Bir spesifik allergiya var, bir də ümumi. Spesifik allergiya nədir? Yəni bir insanın uşaqlıqdan bəri hər hansı bir qidaya, hər hansı bir maddəyə qarşı reaksiyası var. Yəni orqanizm onu tanımır. O orqanizmə daxil olduqda reaksiya verir. Ümumi allergiya dediyimiz allergiya bəs niyə bu qədər yayılıb? Çünki havada olan, qidalarda olan, ekologiyada olan çox yad maddələr var ki, insan orqanizmi onu tanımır. Əvvəllər o yox idi. Misal üçün, havada çox çirkli olması, qidalarda konservatların çox olması, rəngləndicilər, dadvericilər və s. bunlar orqanizm tərəfindən tanınmadığı üçün ona reaksiya verir. Və allergiyanın orqanizmdə olması da uzun müddət iltihab yaradır və bu da əksər xəstəliklərə səbəb olur. Xüsusən də bronxial xəstəliklər və s. Ona görə də əgər istəyirsə bizdə allergik proses olmasın orqanizmimizdə, orqanizm sağlam olsun, süni qidalardan uzaq durmalıyıq, ancaq təbii qidalardan istifadə etməliyik və hər bir qidanı, hər bir meyvəni tərəvəzi öz fəslində istifadə etməliyik. Çünki fəsildən kənar onların tərkibində olan maddələr bizim bədənimizə reaksiya verəcək.